Xandas 1869-cu ildə İngiltərənin müstəmləkəsi olan Hindistanda anadan oldu. Baba və atası məmur işləmişdi. Anası çox qəti şəkildə dini mərasimlərə riayət edən bir qadın idi. O demək olar ki, həmişə oruc tuturdu. Atası həyatı dolu-dolu yaşamağı sevirdi. Muxandasların ailəsi Varna kastına aid idi. Yəni tacir idilər. Muxandas çox utancaq və düzgün bir uşaq idi. Yalan danışanda əzab çəkirdi. 13 yaşında onu iki qardaşı ilə birlikdə evləndirdilər. Toy mərasimləri baha başa gəldiyi üçün Hindistanda belə edirdilər. Bir gün ataları araba ilə çevrilib yaralandı. Muxandas ona qulluq edirdi. Başından ayrılmırdı. Bir gecə isə atasının yanına gəlmədi. Gecəni arvadı ilə keçirdi. Elə həmin gecə də atası vəfat etdi. Muxandas ömrü boyu bundan utandı. Özünü bağışlaya bilmədi. Atasının ölümündən sonra dinlə maraqlanmağa başladı. Məktəbi uğurla bitirdikdən sonra təhsilini Londonda artırmaq fikrinə düşdü. Bunun üçün öz kastının rəhbərlərindən icazə almalı idi. Lakin rəhbərlər Londonu günahlar şəhəri adlandırıb ona icazə vermədilər. Muxandas bundan əsəbləşdi və icazəsiz 19 yaşında təhsil almaq üçün Londona yollandı. Bura ona qəribə gəldi. Ət yeməyən Muxandas çox vaxt ac qalırdı. O Londonda teatrlara gedirdi, kitablar oxuyurdu. Universitet təhsilini uğurla bitirdi. Vəkil oldu. Vətəninə döndü. Lakin real həyatda vəkil olmaq ona çətin gəldi. O çıxış etməkdən utanırdı. Cənubi Afrikada Hindistan ticarət evində vəkil işləmək üçün ona təklif gəldi. O vaxtlar Afrikada Hindistan kimi İngiltərənin müstəmləkəsi idi. Muxandas Afrikaya yollandı. Burada dərisi başqa rəngli olan insanlara qarşı çoxlu qadağalar vardı. Muxandas bunu bilmirdi. Cənubi Afrikada çoxlu indus işləyirdi. İnduslar arayış olmadan şəhərə çıxa bilməzdilər. Həmçinin hər bir indusun barmaq izləri götürülməli idi. Muxandas bu ədalətsizliyə qarşı mübarizəyə qalxdı və ilk dəfə bu mövzuda induslar qarşısında çıxış etdi. Muxandas indusların imzalarını toplamağa başladı və bu qanunu dövlətə ləğv etdirdi. Muxandasın iş müqaviləsi bitdi, lakin Afrikada yaşayan induslar onu özlərinə vəkil seçdilər. O burada qalıb onların hüquqlarını müdafiə etdi. Artıq o Muxandas yox, Mahatma Gandhi idi. Qəzet çap etdirirdi, məktəb açdı, yeni fikir irəli sürdü. Ədalətsizliyi görən zaman ondan danış. Ədalətsizliyə boyun əymə. Ədalətsizliklə mübarizə apar. Nə olursa olsun, ədaləti müdafiə et. Gandhi həmişə edəcəyi hərəkət haqqında dövlətə öncədən xəbər verirdi. Onu həbs etməyə gələndəsə müqavimət göstərmirdi. Gandhi 4-cü uşağı doğulduqdan sonra ailəsi ilə birlikdə Hindistana döndü. Burada Kamuna kimi bir kənd yaratdı. Kənddə müxtəlif kastdan olan insanlar birlikdə yaşayırdı. Gandhi Hindistanı qarış-qarış gəzirdi. İngilis malları ucbatından kasıblaşan xalqı görürdü. Və Gandhi İngilis geyimlərini yandırdı. Hinduslara İngilis istehsalı olunan heç nəyi almamağı tapşırdı. Birinci Dünya müharibəsi başladı. Gandhi Hindusların müharibədə döyüşməsinə qarşı çıxdı. Ümummilli tətil elan etdi. 1920-ci ildə Hindistanın Milli Konqresi yarandı. Gandhi konqresin rəhbərlərindən biri oldu. Nümayişlər, tətillər keçirirdi. Nümayişlərin birində İngilis generalı silahsız insanlara atəş açmanı əmr etdi. Çoxlu qadın və uşaq həlak oldu. Artıq hamı müstəqillik arzusunda idi. O vaxtlar Hindistanda duz emal etmək hinduslara qadağan idi. Lakin bu ədalətsiz qadağaya əhəmiyyət verməyən Gandhi duz yürüyüşü təşkil etdi. O zorakılıq istəmirdi.
Dövlətə öncədən xəbər vermişdi. Dövlət mənimdirsə, duz da mənimdir demişdi. Lakin ingilislər 20 min insanı həbs etdilər. İngilislər artıq məğlub olduqlarını bilirdilər. 1947-ci ildə Hindistana müstəqillik verildi. Lakin onu ikiyə böldülər. Müsəlmanların çox yaşadığı hissədən Pakistan dövləti yaratdılar və böyük qətliam başladı. Hinduslar müsəlmanları, müsəlmanlar hindusları qətlə yetirirdi. Qandhi kənd-kənd, qəsəbə-qəsəbə gəzərək insanlara yalvarır, onları mərhəmətə səsləyirdi. Onu dinləyən yox idi və o aclıq aksiyası keçirdi. Aclıq 21 gün çəkdi. Artıq vəziyyəti çox ağır idi. Dini xadimlər gəlib ona əmin etdilər ki, qan dökülməyəcək. 10 minlərlə insan bir dövlətdən o biri dövlətə köçdü və sakitçilik düşdü. 1948-ci ildə Gandhi saat 5 duasına getməyə hazırlaşırdı. İnsanlar onu görmək və toxunmaq üçün gəlmişdilər. Radikal biri çantasından pistoleti çıxardıb 3 dəfə Gandhiyə atəş açdı. Bir güllə ağciyərinə dəydi və Gandhi 78 yaşında vəfat etdi. Gandhi Hindistan və Indus xalqı üçün çox böyük işlər görmüş şəxsiyyətdir. Hindistan müstəqilliyini ona borcludur. Zorakılıq sevməyən Gandhi itaətkarlıq göstərərək ədalətə nail oldu.